İlk növbədə balıqlarımızı təmizləməklə başlayırıq. Baş hissələrini qopardıb, içini və orta sümüyünü ehtiyatla çıxarırıq. Daha sonra bol suda təmiz-təmiz yuyub suyunu süzürük. İndi isə balıqları zövqə görə duzlayıb, hər tərəfini unlayırıq. Soyuq tavaya bir qədər duru yağ əlavə edirik. İşin ən estetik hissəsi buradadır. Və unladığımız kilkələri, quyruqları eyni istiqamətə baxacaq şəkildə sanki parıldayan bir günəş kimi dairəvi düzürük. Bu görüntü həm gözə xitab edəcək, həm də balıqların bərabər bişməsini təmin edəcək. Əgər balıqların çipsi kimi tam xırçıltılı olmasını istəyirsinizsə, qapağı açıq saxlayın. Yox, əgər üstü xırçıltılı olsun, amma içərisi pambıq kimi yumşaq qalsın deyirsinizsə, o zaman qapağı mütləq bağlayın. Bir tərəfi tam qızardıqdan sonra digər üzünü də eyni qaydada çevirib qızardırıq. Budur, möhtəşəm ləzzət hazırdır. Həm